2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-sində başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Antiterror əməliyyatlarında qəhrəmancasına şəhid olan hərbiçilərimizdən biri də polkovnik leytenant Hüseynov Rəşad Rəhimoğludur. Hüseynov Rəşad Rəhimoğlu 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub. 1987-ci ildə 21 sayılı orta məktəbin 1-ci sinifinə gedib. Hərb sənətinə olan marağı Rəşadın yolunu Cəmşid Naxçıvanski adına hərbi liseydən salır. O daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Rəşad Hüseynov Ali Hərbi Məktəbi uğurla başa vurduqdan sonra Daxili İşlər Nazirliyi daxili qoşunlarının Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas kursunu bitirir. Hərb sənətinin sirlərini tam mənimsəyən Rəşad Hüseynov Azərbaycan Respublikası daxili qoşunlarının Sumqayıt şəhərində yerləşən N sayılı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayır. Xidmət dövründə hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medal, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı, qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla tərtib edilmişdir. Polkovnik leytenant Rəşad Hüseynov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 2023-cü il 19 sentyabrda başlayan antiterror tədbirlərində iştirak edir və yüksək döyüş bacarığı nümayiş etdirir. Rəşad Hüseynov Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanmışdır. O, aldığı xəsarətlərdən müalicə aldığı hərbi qospitalda şəhid oldu. Polkovnik leytenant Rəşad Hüseynov Şirvan şəhər Şəhidlər Xiyabanında təntənəli mərasimlə dəfn edilmişdir. Evli idi, 2 övladı yadigar qalıb. Polkovnik leytenant Hüseynov Rəşad Rəhimoğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni və Vətən uğrunda medalı ilə təltif edilmişdir.